1939-cu il. Avropanı müharibə alovu bürüyərkən dünyanın ən böyük ordularından birinə sahib olan SSR, kiçik Finlandiyanı cəmi 12 günə diz çökdürəcəyinə əmin idi. Iosif Stalin üçün bu sadə bir hərbi yürüş olmalı idi. Amma reallıq tam fərqli oldu. Qarlı meşələrdə, 40 dərəcə şaxtada, sayca dəfələrlə az olan Fin əskərləri Sovet ordusuna gözlənilməz və alçaldıcı zərbə vurdu. Tanklar yerimədi, planlar dağıldı, minlərlə əskər geri dönmədi. Bəs necə oldu ki, kiçik Finlandiya nəhəng SSR-ni qış müharibəsində bu qədər çətin vəziyyətə saldı? Bu videoda qış müharibəsinin pərdə arxasına baxacaq. Stalin ordusunun buraxdığı ölümcül səhvlər və Finlərin ağıllı müqavimətinə diqqət yetirəcəyik. Amerika Birləşmiş Ştatlarının ordusunun xüsusi təyinatlı qüvvələrin keçmiş zabiti Steve Balestrieri məqaləsində yazır ki, Finlər Stalinin onların torpaqlarını, xüsusilə də təbii sərvətlərini, o cümlədə nikel yataqlarını ələ keçirmək istəyini başa düşürdü. 1939-cu ilin avqustunda SSR və Almaniya arasında Molotov-Ribbentrop paktının imzalanması bu qorxuları daha da gücləndirdi. Polşanın işğalı və SSR ilə Almaniya arasında bölüşdürülməsindən sonra Stalin Finlandiyaya təzyiq göstərməyə başladı. Sovet rəhbərliyi Leninqradın müdafiəsini gücləndirmək bəhanəsilə Finlandiya körfəzi yaxınlığında yerləşən adaların və Hanko yarımadasında hərbi dəniz bazası üçün torpaq sahələrinin SSR-yə verilməsini tələb etdi. Əvəzində isə Finlandiyaya əhəmiyyətsiz bir hissəsi olan Kareliyadan kiçik bir ərazi təklif edildi. Müstəqilliyini 1917-ci ildə qazanan Finlandiya bu tələbləri rədd etdi və Sovet İttifaqının təzyiqlərinə boyun əymədi. Finlandiyanın imtinası Stalini qəzəbləndirdi və o işğala hazırlaşmaq əmri verdi. Sovet ordusu kağız üzərində böyük görünürdü. Onun 1 milyondan çox əskəri vardı. Lakin bu qüvvənin yalnız 500 min nəfəri Finlandiyaya qarşı cəmlənmişdi. SSR texniki baxımdan da üstün idi. Çoxsaylı tanklar, təyyarələr və artilleriya silahları vardı. Lakin 1937-ci ildə baş verən böyük təmizləmə ordunun effektivliyini ciddi şəkildə zəiflətmişdi. Stalin müstəqil düşüncəli zabitlərə etibar etmirdi və 1937-ci ildə orduda geniş miqyaslı təmizləmə apardı. 30 min hərbçi, o cümlədən yüksək rütbəli komandirlər edam edildi. Bütün vacib vəzifələrə təcrübəsiz və zəif zabitlər təyin edildi. Bununla yanaşı hərbi qərarları nəzarətdə saxlamaq üçün siyasi komissarlar da təyin olunmuşdu. Finlandiya ordusu kiçik idi, lakin yaxşı hazırlanmışdı. Müharibənin əvvəlində onun cəmi 33 min əskəri, onlarla tankı və təyyarəsi vardı. Lakin səfərbərlik nəticəsində ordunun sayı 400 minə çatdırıldı. Finlər şaxtalı qış şəraitinə uyğun döyüş aparmağı bacarır və ərazini də çox yaxşı tanıyırdılar. Finlandiyanın müdafiəsini baron Karl Gustav Mannerheim idarə edirdi. 30 noyabr 1939-cu ildə SSR işğala başladı. Sovet tərəf əsas hücumu Kareliya vasitəsilə həyata keçirmək istəyirdi və Finlandiyanın 12 günə təslim olacağını düşünürdü. Lakin Finlər Mannerheim müdafiə xəttində möhkəmlənərək Sovet tanklarını və piyadalarını uğurla dayandırdılar. Buzla örtülmüş göllər və sıx meşələr Sovet texnikasının irəliləməsini çətinləşdirirdi. Finlər Sovet tanklarına qarşı sadə, lakin effektiv bir silah, Molotov kokteyli hazırladılar. İçərisinə yandırıcı maye doldurulmuş şüşə butulkalar tanklara atılır və onları alova qərq edirdi. Fin ordusu Mannerheim xəttində Sovet İttifaqının 7 diviziyasını və 2 tank briqadasını məğlub edərək minlərlə əskərini və 250-dən çox tankını məhv etdi. Mərkəzi Finlandiyada, Samosalmi bölgəsində Finlər Sovet İttifaqının 163-cü və 44-cü diviziyalarını tamamilə məhv etdilər. Bu döyüşdə SSR 30 mindən çox əskərini itirdi. 43 tank və 207 hərbi maşın Finlər tərəfindən ələ keçirildi. Finlandiyanın itkiləri isə cəmi 900 nəfər ölü və 1770 yaralı idi. SSR-nin uğursuzluqlarından sonra Stalin ordunun rəhbərini dəyişərək Marşal Timoşenko ilə general Zhukovu cəbhəyə göndərdi. Yeni komandanlıq möhkəm artilleriya atəşləri və ağır bombardımanlar təşkil etdi. Finlandiya ağır itkilər verdiyinə görə 1940-cı ilin martında sülh sazişi imzalamağa məcbur oldu və ərazisinin 11%-ni SSR-yə verdi. Lakin bu müharibə SSR üçün siyasi və hərbi fəlakət oldu. Bu müharibədə Finlandiya cəmi 25 min nəfər ölü və 50 min yaralı verdi. Lakin onlar öz müstəqilliklərini qorumağı bacardılar. SSR isə daha böyük itkilərə məruz qaldı. 126 min nəfər ölü və 188 min yaralı. Finlər Motti taktikasından istifadə edib Sovet ordusunu xırda qruplara bölərək məhv etdilər.
Bu müharibə Finlandiyanın kiçik, lakin güclü bir ordu ilə böyük bir imperiyanı necə məğlub edə biləcəyinin tarixi nümunəsi oldu.